Doğru həmişə üstün gəlir. Ana ilə ata yeni televizor aldılar. O, çox böyük və gözəl idi. Atası onu qutudan çıxarırdı, Zaur isə kömək edirdi. O, atasına alətləri gətirirdi. Ata isə televizora altığı bərkidib, mebelin üstünə qoydu. Səncə, dayanar, yoxsa divara asmaq daha yaxşı olar, deyə ana soruşdu. Bir neçə gün belə saxlayaq, sonra qərar verərik. Asanda da mənə Zaur kömək edəcək, elə deyilmi oğlum? Əlbəttə kömək edəcəm, dedi Zaur. Ertəsi gün valideynlər işə getdilər. Zaur isə tətildə olduğu üçün evdə qaldı. O biraz oynadı, sonra yeni, möhtəşəm televizora baxdı. Amma birdən top oynamaq istədi. Əvvəlcə hər şey yaxşı gedirdi. Amma top təsadüfən televizora dəydi və gürültü ilə ekran sındı. Televizor yerə yıxıldı. Zaurun rəngi ağardı. Ay aman, indi nə edim, pıçıldadı o. Zaur zəminin üstündə çatlamış yeni televizora baxdı. Ürək döyüntüsü o qədər güclü idi ki, onu yəqin qonşular da eşidirdi. Axşam ana ilə ata evə qayıtdılar. Sındırılmış televizoru görəndə donub qaldılar. Bu necə oldu, deyə ana səsləndi. Gərək dərhal divara assayaydım. Ata başını tutdu. Günah məndədir. Yəqin ki, altığını yaxşı bərkidə bilməmişəm. Zaur susurdu. Ürəyində hər şey düyün olmuşdu. Valideynlərinin özünü günahlandırması ona daha ağır gəlirdi. Kaş dərhal divara asaydı, ana kədərlə dedi. Nə qədər pul hədər getdi. Zaur etiraf etmək istəyirdi. Amma sözlər boğazında ilişib qalırdı. O, atasının otaqda əsəbi gəzib dolaşması, anasının isə kədərli halda televizor qırıntılarını yığmasını izləyirdi. Gecə Zaur yata bilmədi. Elə bil sınıq televizor ona pıçıldayırdı. Doğru deməliydin. Amma o özünü alladırdı. Sabah hər şey unudular. Lakin səhər gün daha da çətin oldu. Zaur, indi bir müddət televizorsuz qalacaq, dedi ata. Bağışla ki, mənim günahım üzündən sevimli cizgi filmlərini izləyə bilməzsən. Ana da kədərlə onun başını sığalladı. Zaur anladı. Yalan onu xilas etmədi. Əksinə, həm valideynlərini, həm də özünü daha çox incitdi. Nəhayət, o dözmədi. Göz yaşları yanaqlarından axdı. Ana, ata, günahkar siz deyilsiniz, günahkar mənəm, dedi. Evdə top oynayırdım, təsadüfən televizora dəydim. Qorxdum ki, məni danlayacaqsınız, ona görə də sustum. Bağışlayın. Otaqda sükut oldu. Ata ona ciddi baxdı, sonra ağır nəfəs aldı və yanında oturdu. Bilirsən oğlum, mənim üçün televizor o qədər də vacib deyil. Mənim üçün ən acısı odur ki, sən dərhal həqiqəti demədin. Hətta səni danlasaydıq belə, doğru hər halda daha vacibdir. Ana onu qucaqladı. Biz səni hər halda sevirik. Amma yadında saxla, yalan həm sənə, həm də səni sevənlərə daha çox acı verir. Zaur anasının qucağında yüngülləşdi. Elə bir çiyinlərindən dağ götürüldü. Ertəsi gün o özü təklif etdi. Mən ev işlərində kömək edəcəm. Qoy günahımı biraz yüngülləşdirim. Ata gülümsədi. Bax, bu kişilikdir. Səhvlər olur. Əsas odur ki, onları qəbul edib düzəldəsən. Onlar bir müddət televizorsuz yaşamalı oldular. Amma evlərində yenidən istilik və sevinc vardı. Zaur öyrəndi. Doğru danışmaq çətin ola bilər. Amma hər zaman susmaqdan və yalandan yaxşıdır.